Martın 27-sində Nyu-Yorkda Dağ Yəhudiləri icmasının təşəbbüsü ilə ənənəvi iftar süfrəsi açılıb. Bu tədbir illərdir ki, Azərbaycan və Dağ Yəhudiləri icmaları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qeyd olunur. Müasir dünyada dinlər və millətlər arasında ziddiyyətlərin artdığı bir vaxtda iki xalqın bu cür səmimi və mehriban münasibət nümayiş etdirməsi həm Azərbaycan diasporu, həm də beynəlxalq ictimaiyyət üçün önəmli bir mesajdır. İftarda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin əməkdaşları, Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın daimi nümayəndəliyinin təmsilçiləri, Nyu-York və New Jersey ştatlarında yaşayan Azərbaycan icmalarının rəhbərləri və Dağ Yəhudiləri icmasının üzvləri iştirak ediblər. Çıxışçılar bu ənənənin Azərbaycan Yəhudi dostluğunun davamlılığını simvolizə etdiyini vurğulayaraq birlik və həmrəyliyin önəmini qeyd ediblər. Bugün çox əlamətdar günlərdən biridir. Çünki biz artıq bir neçə ildir ki, ənənəvi şəkildə baş tutan bir iftar süfrəsi arxasındayıq. Bizim Yəhudi qardaşlarımız, kökləri Azərbaycandan olan Yəhudi qardaşlarımız, Yəhudi icması hər il Azərbaycanlıları qardaşcasına bu tədbirə dəvət edir və iftar süfrəsinə bizi dəvət edirlər. Çünki bizim Yəhudi icması özlərini heç də Azərbaycandan ayrılmış hiss eləmirlər. Onlar hər zaman köklərini xatırlayan bir xalqdır və Azərbaycan icması ilə də yaxından qardaşlıq, dostluq edir. Bu artıq bir neçə ildir ki, ənənəvi şəkildə baş verir. Ona görə də biz bu dəvətə görə Yakov Abramova öz təşəkkürümüzü bildiririk. Yakov, çox sağ olun, çox təşəkkür edirik ki, bugünkü günümüzü artıq bir neçə ildir ki, ənənəvi şəkildə təkrar edirsiniz. Çox sağ olun. Sağ olun bizə. Mən tək deyiləm, bu icma tədbiridir. Çox sağ olun ki, hər il neçə illərdir biz bir yerdə bu iftarı keçiririk. Onun məqsədi də var, o mənada ki, biz istəyirik bu gözəl münasibətləri bizim gənc nəsilə də ötürək. O bir tərəfdən də bütün həmvətənlərimizi, İslam mədəniyyəti daşıyan dostlarımızı bu bayramla münasibətilə təbrik edirəm. İndi davam etdi, hər il bu, necə deyərlər, bu bizim proqramdır. Hər il keçirəcəyik onu. Ümidvaram ki, daha da biraz geniş miqyasda ola bilər. Çox sağ olun. Bizim bu dostluğumuz, qardaşlığımız davamlı olsun və gözəl bir aydır, mart ayıdır. Azərbaycan xalqı bu yaxınlarda, elə bu günlərdə də bahar bayramını qeyd etmiş və indi də bu mart ayında, bu gözəl bahar fəslində biz yəni Ramazan ayını başa vururuq və bundan başqa da Yəhudi xalqının da bayramları Purim keçirildi. Amerikanların Easteri yaxınlaşır. Yəni bütün bu bayramlar bu gözəl ayda, bu mart ayında bütün bu bayramların birləşməsi halında. Bəli, ona görə də mən hamını bayramlar münasibətilə təbrik edirəm. Sizə xüsusi təşəkkürümü bildirirəm. Bugün qonaqlarımız var, yüksək səviyyəli səfirlikdən, Azərbaycanın Amerikadakı səfirliyindən, Birləşmiş Millətlər Təşkilatındakı Azərbaycan nümayəndəliyinin komandası burada iştirak eləyir. Çox sağ olun, var olun. Çox sağ olun. Həmişə soruşuyorlar onsuz da kimlər olur orada, nə üçün? Onları bildiririk də biz ki, deməli, əsas biz Azərbaycan təşkilatların rəhbərlərini, bir də rəsmi təşkilatlardan olan BMT-dir, o Azərbaycan təfirliyidir başqalarında. Onlar da həmişə gəlib iştirak edirlər bizimlə. Çox sağ olsunlar. Bəli. Davam etdirəcəyik bunu. Hər zaman bizim diplomatlarımız xalqın arasındadılar. Hər zaman bizim tələbatlarımıza yəni cavab verirlər, suallarımıza cavab verirlər. Biz onlara da öz təşəkkürümüzü bildiririk və çox sağ olun və doğrudan da Azərbaycan və Yəhudi dostluğu, qardaşlığı əbədi olsun, daimi olsun. Kamal Hüseynli, İqor Qalovin, Mira TV, New York.